Lakin bizdə Allah həmd olsun, hətta 70 illik Sovetlər devrində belə, baxmayaraq 70 il bağçadan universitetə qədər ateizm təbliğ olunsa belə, yenə insanların böyük əksəriyyəti cəhalət içində olsalar da, çünki cəhalətdə qalmaqları da təbiidir, alimləri öldürdülər, sürgün elədilər, yox elədilər, fırıldaqçıları gətirib insanlara din təbliğatçısı kimi göstərib, daha da insanlara dinə qarşı nifrət yaratdılar. Ona görə bu təbii ki, insanlar cəhalət içində qalaraq yenə də özlərin dinə nisbət eləyərək saxladılar. Dağıstandan bir tələbə şeyxlərindən birinə sual verir küfür barədə ki, bizim yaşadığımız yer Darül Küfürdür, Darül İslamdır. Və verir, şeyx də bunu danışdırır, cavab verir, danışdırır, cavab verir. Və deyir ki, neçə il siz Sovetlərdə qalırız? Deyir, 70 il. Deyir, cəmaat necədir halı? Özünə müsəlman deyir, bəli. Deyir, hamısı deyir, bəli, böyük əksəriyyət özünə müsəlman deyir. İndi kim ki, kommunizm özünə din sayır, ateizm özünə din sayırsa, inançsız yaşır. Amma əksəriyyət özünü İslama nisbət edir. Deyir, subhanallah, 70 il Sovetin dindən çıxarda bilmədiyin, sən dindən çıxartmaq istəyirsən.